Amerikada pirajki pişirməyə çalışacağıq. Mənə ən çox verilən suallardan biri də budur ki, Amerikaya köçməyə peşmansınızmı? Çətindirmi orada yaşamaq? Cavabım isə həmişə belə olub. Burada yaşamaq düşündüyümüzdən də çox çətindir. Amma peşmanammı? Xeyr. Təbii ki, Azərbaycanda çox yaxşı həyatım, çox yaxşı işim var idi və orada hər şey qoyub bura gəlmək, burada sıfırdan başlamaq və insanın bir yaşından sonra ümumiyyətlə çətin olur. Çünki yaş artdıqca komfort zonada yaşamaq istəyi də çoxalır. Ona görə orada hər şeyi qoyub bura gəlmək ümumiyyətlə cəsarət tələb eləyir. Bura gəldikdən sonra isə sıfırdan başlamaq, tanımadığın ölkə, o qədər də yaxşı bilmədiyin dil, hər şey sənə yad gəlir və onun üstünə yaxınlarından, tanışlarından, dostlarından, doğmalarından, vətənindən uzaqda qalmaq miskili də əlavə olunur. Ona görə də xaricdə yaşamaq hər kəs üçün demək olar ki, eyni olmur. Məsələn, mənim üçün ilk vaxtlarda çox çətin idi. Hətta depressiyaya belə düşmüşdüm. Özümə yer tapa bilmirdim. Dəfələrlə özümə deyirdim ki, bir müddət qalıb yenidən qayıdacağam. Çünki mən burada yaşaya bilmirəm, mən bura öyrəşə bilmirəm. Hər şey insana yad gəlir. Amma hər şeyin öz yerinə oturması üçün lazım olan yeganə bir şey, o da vaxtdır. Zaman keçdikcə, vaxt ötdükcə hər yer, yəni təbii ki, vətən kimi olmasa da yaşadığın yer, işlədiyin yer, yeni tanıdığın insanlar, həyatına yeni girən insanlar zamanla sənə doğmalaşırlar. Mən artıq 4 ildir Amerikadayam. Təbii ki, bura çətindir, amma bura gəlməyimə bir dəqiqə belə peşman olmamışam.